Futsal. Futsal yaranma tarixi başlayır 1930-cu ildən. Urugvayda Juan Carlos tərəfindən. Juan Carlos tərəfindən. 1900 harda Montevideo şəhərində Urugvayın 1965-ci ildə ilk dəfə başlayıblar rəsmi oyunları keçirməyə. 1983-cü kimi bu oyun adlanır mini soccer. Mini soccer. 1985-ci ildən, 83-cü ildən sonra futsal. Futsal adlanır. Və ilk dəfə FIFA futsal və dünya çempionatını təşkil edib 1989-cu ildə Hollandiyada və Braziliya komandası qalib gəlir. Dünya çempionatında 24 komanda iştirak edir. 24 komanda iştirak edir və dünya çempionatında ən çox da qalib gələn Braziliya komandası olur. Ən çox da sonra Avropa çempionatı. Avropa çempionatında 16 komanda iştirak edir. Və ən çox da Avropa çempionatında İspaniya komandası qalib gəlib 7 dəfə İspaniya komandası. Azərbaycanda bunun federasiyanın elə bir şey yaranması başlayır 92-ci illərdən SSR dağılandan sonra Azərbaycan Futsal Federasiyası prezidenti Zaur Axundovdur. Zaur Axundov. Və keçək meydançaya. Meydançanın rəsmi və qeyri-rəsmi ölçüləri var beynəlxalq yarışlarda. Əsasən biz beynəlxalq yarışlar bizə lazımdır. Beynəlxalq yarışlarda meydançanın ölçüsü 38-in 42-ədir, 20-nin 25-ədir. 20-nin 25-ədir. Bu beynəlxalq yarışlarda ölçüsüdür. Və bu ölçülər. Sonra bütün xətlərin eni 8 santidir. 8 santidir. Meydança 2 hissəyə ayrılır. Və burada da yumru dairə var. Bunun radiusu 3 metrədir. Qapı. Bu qapıdır. Qapının ölçüsü 3 metrənin 2 metrəyədir. 2-yədir. Qapıçı meydançasıdır bu. Radiusu 6 metrədir. 6 metrə. Və belə bir xətt qoyulur. 10 metrə penalti zamanı vurulan zamanı qapıçı elə bir ki qapıdan 5 metrə aralı gələ bilər. Topdan 5 metrə məsafə saxlamalıdır. Bu isə 10 metrəlik üçün nöqtədir, 10 metrəlik üçün nöqtədir və 10 metrəlik vurulan zamanda komandalar 5 metrə arada məsafə saxlamalıdır. Onun üçün 5 metrə məsafə saxlanılır. 5 metrəlik. Bu isə əvəzetmə zonası. Buradan əvəzetmə zonası skamyası 5 metrə aralıda olur və 5 metrədən olur əvəzetmə zonası. Əvəzetmə zonası. Və ehtiyat skamya da burada olur. Hakim masası da burada olur. Hakim masası burada, skamya da burada. Hakim masası və skamya var. Ehtiyat oyuncusunun skamyası və hakim masası baxın burada olur. Hakim masası. Və oyuncu dəyişikliyi də baxın bu ehtiyat skamyasının qarşısında oyuncu dəyişikliyi baş verir. Oyun 2 hissədə oynanılır və 20 dəqiqə. Fasilə 15 dəqiqə burada fasilə verilir. 2 hissə. Time-out bir dəfə time-out götürülür 1 dəqiqəlik. 1 dəqiqə time-out götürülür. Time-out necə götürülür? Top hansı komandada oldusa və oyundan kənar atsa top, onda time-out götürülür. Time-out götürülür. Əgər əsas hissədə oyunun əsas hissəsində heç hissə bitsə, o zaman 2 dəqiqə 5 dəqiqə 5 dəqiqə oynanılır. Oynanılır və 2 dəqiqə 5 dəqiqəlik oynanılır. Fasilə burada 1 dəqiqə su fasiləsi olur. Sonra isə yenə heç hissə olsa, onda nə baş verir? Penalti seriyası. Və 5 nəfər penalti seriyasını vurur. 5 nəfər penalti seriyasını vurur. Oyun A komandası və B komandası tutalım ki, oyun başlamalıdır. Püşk atma olur.
A komandası topa başlayıb qalib gəlir. Və A komandası onu seçir ya top, yaxud da qapı. Qapı. Top demişkən. Topun burada çəkisi 400-440 qramdır. Çevrəsi 62-64 santimetrdir. 60. A komandası başlayırsa, A komandası, o zaman top qoyulur bu nöqtəyə və rəqib komanda 3 metr arada məsafə saxlamalıdır. 3 metr məsafə. Topdan 3 metr məsafə saxlamalıdır. 3 metr məsafəni saxlamalıdırsa rəqib komandanın oyunçusu, onda nə baş verir? Xəbərdarlıq, sarı kart verilir B komandasına və A komandası yenidən vurur. Oyunu başlayır. Oyunu başlayanda A komandası birbaşa toxunmadan qol vursa, qol sayılır. Amma öz qapısına qol vursa, qol sayılmır. İkinci zərbəsi ilə başlayır rəqib komanda. Öz qapısına qol vursa. Künc demişkən, baxın bu küncün bir də künc bir qofislər var. Yəni qofis, bunların radiusu 25 santimetrdir. 25. Və künc zərbəsi vurulan zamanda belə bir işarələr qoyulub. Onun üçün qoyulub ki, 5 metr məsafə arada məsafə saxlanılmalıdır. Künc zərbəsi zamanı rəqib komanda 5 metr arada məsafəni saxlamalıdır. Və oyun başlayır necə? Hakimin işarəsindən bitindən sonra top oyunda olan necə olur? Top başladı oyunçu topa toxunmağa, top başladı canlı olmağa və oyun davam edir. Bir komandanın heyətində 14 oyunçu olur. Bunun 5-i əsas və 9-u ehtiyat olur. 9-u ehtiyat. Oyunçu dəyişikliyə məhdudiyyət yoxdur. Nə istəsə oyunçu dəyişiklik etmək olar. Mümkündür. Nə istəsə məhdudiyyət yoxdur. Və mütləq də bu zonadan dəyişilməlidir. 5 metrlik zonadan dəyişilməlidir. Oyunçu dəyişir. Oyun davam etməsi üçün, oyunun davam etməsi üçün əgər 3 oyunçu olmalıdır ki, oyun başlasın. 2 oyunçu olsa oyun başlamır. 3 oyunçu olmalıdır ki, oyun başlasın və yaxud da oyun davam etsin. Davam etsin. 3 oyuncudan az olsa oyun başlamır, nə də davam etmir. Son futbolda 7 oyuncudur, burada 3 oyuncu. Oyuncuların forması, hardasa forması 1-dən 15-ə kimidir. Oyuncuların forması, nömrələnməsi. Top əgər baxın, qapı xəttindən müdafiə olunan komandadan çıxsa, o zaman künc zərbəsi təyin edilir. Müdafiə olunan komandadan top çıxsa, künc zərbəsi təyin edilir. Yadda saxlayın. Künc zərbəsi. Və künc zərbəsindən birbaşa qapıya qol vurulsa, qol sayılır. Künc zərbəsindən 5 metr arada məsafə saxlanmalıdır. Künc zərbəsi zamanı rəqib komanda 5 metr məsafə saxlanmalıdır. Və oyuncu tutalım ki, ikinci dəfə toxunsa, icazə yoxdur ikinci dəfə dalbadal toxunsun. İcazə yoxdur. Künc zərbəsi vurulur. Birbaşa, deməli, vura bilər. Künc zərbəsindən birbaşa qol qeydə alınır. Mümkündür künc zərbəsindən. Amma hücum edən komandadan çıxsa, qapı zərbəsi ilə başlanır, qapı atışı ilə. Qapıdan başlanır. Qapıdan başlanır o. Qapıdan. Qapıdan başlanılır. Qapıdan qapıya topu oyuncu atsa, o zaman qol sayılmır. Amma tutalım ki, ayağı ilə vursa, bir qol olsa, qol sayılır. Ayağına vuranda qapıcı. Qol sayılır. Out. Top çıxır yan xəttdən. Out sayılır. Və out zamanı top qoyulur xəttin üzərinə və ayaqla top oyuna daxil edilir. Və komanda yoldaşı, rəqib komanda yoldaşı 5 metr arada məsafə saxlamalıdır. 5 metr. Və bu 5 metr arada məsafəni saxlamasa, yenə sarı kart xəbərdarlıq olunur həmin oyuncuya. Və outdan yenidən top oyuna daxil edilir. Qol oldusa, komandalar, rəqib komanda kim qapısına qol oldusa, o gəlir mərkəzdə oyunu başlayır. Mərkəzdə oyunu başlayır, qol oldusa. Burada var sərbəst zərbə, dəlmə zərbəsi.
Sərbəst zərbə nədir? Sərbəst zərbə yüngül qayda pozuntusu edildisə, tutalım ki, kontaktsız qayda pozuntusu. Deyək, tutalım ki, baxın, məsafə saxlanmayıb. 3 metr, 5 metr məsafəni saxlanmayıblar. Oyun başına baxın 5 metr, 3 metr məsafə saxlanmayıb. Sarı kart göstərilir. Onda deməli qayda pozuntusu baş veribsə, onda sərbəst zərbə təyin olunur. Sərbəst zərbə. Amma oyun başlayanda o məsafəni saxlamayıbsa, təkrar vurulur. Təkrar vurulur. Amma oyun gedə-gedə tutalım ki, sərbəst cərimə zərbəsi vurulur, sərbəst zərbə vurulur. O məsafə mütləq saxlanmalıdır. Və yaxud da hakimə qulaq asmır. Hakimə qulaq asmır. Və yaxud da hansısa bir jestlərlə hakimə nəsə göstərdir. Onda sərbəst zərbə təyin olunur. Sərbəst zərbə. Sərbəst zərbədə birbaşa qapıya qol vurulsa, qol sayılmır. Sərbəstsə. Mütləq kimə toxum keçməlidir. Sərbəst zərbədə. Mütləq toxum keçməlidir. Zərbə zərbəsi budur ki, o kontakt varsa, gəldi əlinə vurdu, ayağına vurdu, kontakt varsa, bu qayda pozuntusudur. Onda cərimə zərbəsi təyin olunur. Cərimə zərbəsində də deməli cərimə zərbəsi vurulur və rəqib komanda 5 metrdə məsafə saxlayır və canlı sədd qurur. Canlı sədd qurur. Və canlı sədddə o zaman nə olur? 1-2 nəfər canlı sətdə dura bilər. Və cərimə zərbəsində birbaşa qapıya qol vurulsa, qol sayılır. Cərimə zərbəsində. Amma öz qapısına qol vurulanda hər zaman yadda saxlayın ki, qol sayılmır, başlanılır. Rəqib komanda kül zərbəsini gəlir oyunu başlayır. 675'lik, daha doğrusu 6 metrelik qovsun daxilində öz komanda, müdafiə olan komanda burada qayda pozuntusu pozuldusa, onda 6 metrelik cərimə zərbəsi təyin edilir. 6 metrelik cərimə zərbəsi. Qapısı isə 6 metr cərimə zərbəsi zamanı qapı xəttində dayanmalıdır. Qapı xəttində mütləq dayanmalıdır. Komandanın foul limiti 5'dir. Yəni qayda pozuntusu limiti 5'dir. 6-cıda 10 metrlik penalti təyin olunur. Double penalti. Və 10 metrlikdə də 5 metr arada məsafə saxlanılmalıdır. 5 metr arada məsafə saxlanılmalıdır 10 metrlikdə. Qapılar nə vaxt yerlərini dəyişdirilir qapıların? Birinci hissənin sonunda qapılar yerlərini dəyişdirilir. Birinci hissənin sonunda qapıların yerləri dəyişdirilir. İkinci hissənin bir əvvəlində yerlərini dəyişdirilir qapılar. Başlayır. Baxın, tutalım ki, dediyimiz kimi A komandası və B komandası oyun başlayır da. A komandası birinci hissədə başladısa, ikinci hissədə başlayacaq B komandası. B komandası ikinci hissədə başlayacaq B komandası. Ki, birinci hissədə A başlayıbsa. Onda başlayır B. Və bu oyunda komanda kartlar necə verilir? Komanda 3 qırmızı kart aldısa, texniki məğlubiyyətdir. Texniki məğlubiyyət. Amma 13'ə kartlar necə verilir? Birinci, sarı kart. Sarı kart. Sonra avtomatik ikinci dəfə qayda pozuntusu pozsa, sarı, avtomatik qırmızı. Və komanda 2 dəqiqəlik azlığını oynayır. 2 dəqiqəlik azlığını oynayır. 2 dəqiqə müddətində qol oldusa, o zaman oyunçu daxil ola bilər. Qol olmadısa, onda daxil ola bilməz. 2 dəqiqə mütləq gözləməlidir oyunçu ki, daxil olsun. 4 nəfərin oynayır. Mümkündür 4 nəfərin. Bu oyunda deməli, qalibə, məğluba heç hissəni xal verilir. Qalibə 3 xal, futbolda kimi. Məğluba 0, heç-heçə 1 xal. 1 xal verilir. Qalib, məğlub heç-heçə. Hakim. Burada hakim masası olur. Bunu deyim sizə. Bu texniki zonadır. Bu texniki zonadır. Bu şəkil imtahanda keçən var idi. Texniki zona və əvəzetmə zonası. Əvəzetmə zonası. Oturacaqlar. Və hakim masası burada olur. Hakim masası və əvəzetmə skamyası.
Hakim masasında 2 hakim olur. 2 hakim. Və meydanda da 2 hakim. Onlar da yan xəttdə dururlar. Yan xəttdə hərəkət edirlər. O 2 hakim. Başqa burada bir dəqiqə. Dedi. Qapıçı çıxıb elə bir ki, oynaya bilər. Oyunçu kimi. Qapıçının elə bir ki, dəyişdirilməsinə, baxın, hakimi məlumatlandırmadıqsa, qapıçını dəyişdirmək olur. Cəzalar, vermək zərbəsi, dedi, xəbər dedi, xəbərdarlığı. Baxın, qapıçı topu nə vaxt əlinə götürə bilər? O vaxt götürə bilər ki, rəqib komandadan gəldisə əlinə götürə bilər. Amma öz komanda yoldaşı ilə gəldisə ayaqla oynamalıdır. Öz komanda yoldaşı ilə gələndə tutalım ki, çiyinlə, başla, çiyinlə gəldi, onu da əlinə götürə bilər. Rikoşet kimi sayılır. Onu da əlinə götürə bilər qapıçı. Sonra 6 metrlik tutalım ki, vurulur, gedir qapı dirəyinə dəyir və dirəyə dəyir, qayıdırsa, həmin oyunçu vura bilməz. Kimsə toxunmalıdır, sonra o vura bilər. Topa toxuna bilər. Elə bir ki, və yaxud da qapıçıya dəyib gəlsin, onda oyuncu topa toxuna bilər. Bunu yadda saxlayın.